Salam, hər vaxtınız xeyir olsun. Biz isim bölməsindən bəzi sualların izahına baxmışdıq. İndi əvvəlinə baxaq. Toplu isimlərlə bağlı uyğunluğu müəyyənləşdirin. Doğrudur. Tox, cüzə, qab-qacaq sözləri toplu isim deyil. Bəli, burada bir cəmlik anlayışı yoxdur. Toplu isimlər omonimlik xüsusiyyətinə malik deyil. Bu yanlışdır. Məsələn, sürü sözünü nümunə göstərmək olar. Həm isim, həm fe'l olur. Həm də ki, toplu isimdir. Toplu isimlər lar şəkilçisi qəbul etdikdə belə toplu isim hesab olunur. Bu doğru cavabdır, amma yanlışın altından götürə bilmərəm. Məsələn, ordu, ordular. Ordular yenə də toplu isim sayacağam onu. Toplu isimlər quruluşca yalnız sadə olur. Xeyr, bu sürü sözündə sürkök, ü leksik şəkilçidir. Deməli, burada 1 ilə 4 cavab olar A variantı. Uyğunluğu müəyyənləşdirin. İsmin hal şəkilçisi ixtisar edilmişdir. İsmin qeyri-müəyyənlik bildirən halı işlənmişdir. Yəni, bu ikisini, bu müqayisə cədvəlidir. Bura ortaqdır. Deməli, bura ortaqdır. Bu ikisini ödəyəcəksə, mən bura yazacağım. Deyir ki, süfrənin üstünə saxsı boşqablarda noğul, paxlava, şəkər çörəyi, mazandaran nabatı qoyulmuşdu. Burada mazandaran nabatı qeyri-müəyyən haldadır. Yəni, burada bir ixtisardan söhbət getmir. Ona görə bir səhvdir. Xalq köhnə ildən qalma dərd və qəmlərini, dərdlərini və qəmlərini suya tökərək axar suyun üstündən. Bu da qeyri-müəyyən, suyun üstündən qeyri-müəyyən haldır. Yəni, hər ikisi üçün ortaqdır, ona görə bura yazılmalıydı. 2-ni də götürmürəm. 2-ni də götürməyəcəmsə, deməli, bunlar gedir, cavabım D qalır. Baxaq. İsmi qeyri-müəyyənlik bildirən hal işlənmişdir. Nadirin qanlı vuruşmalarından sonra Kərim xan Zənd İranda asayişi bərpa etmişdi. Burada qeyri-müəyyən hal görmədim. Pəncərənin xırda rəngbərəng şüşələrindən içəri düşən şüalar yerə döşənmiş xalaların boyalarına ayrıca bir bəzək vermişdi. Bəzək sözündə bəzəyi vermişdi. Bu mürəkkəb fe'l deyil, bu təsirlik halda olan isimdir. 4-ü götürəcəm. Söyüddən bağ saldım, peyvəst eylədim. Almasını, heyvasını, narını görmədim. Burada ixtisar var. Müəyyən təsirlik halın şəkilçisi ixtisar olunub bu sözlərdə. Qafiyəyə atmaq məqsədi ilə yəqin ki. Və qeyri-müəyyən hal da var. Qeyri-müəyyən hal bağı saldım. Deməli, bu da var. Ona görə 5 doğrudur. Vaqif və Mirzə Əliməmməd ağanı görcək bütün məclis üzvləri qeyri-müəyyən haldır, məclisin üzvləri. Vaqifi, bu da mənim nəyimdir? İxtisar olunmuş hal şəkilçimdir. Cavab olar, deməli, həqiqətən də 4, 5, 6. Yönlük halda olan isimlər bəzi hallarda yön, istiqamət bildirməyə də bilər. İndi baxsaq, fikrini təsdiq edən cümlələri müəyyənləşdirin. O əlindəki tüfənglə havaya atəş açdı, bu istiqamət bildirir. Ucuz qiymətə, bu miqdar bildirir, burada qiyməti bildirir. Yəni, yön bildirmir. Onlar idarəyə şikayətə gəlmişdilər. Burada da məqsəd məzmunu ifadə edir, yön məzmunu bildirmir. Ona görə 2 ilə 3. Bu alçaları neçəyə, bu da ki, bu da isim deyil də, ona görə götürmürəm. 2 ilə 3. Burada da var. Bağa baxarsam, bu isimdir və yönlük bildirir, yəni yön bildirir. Cavabım olar D variantı. Hansı cümlədəki hal şəkilçisini ixtisar etsək, cümlənin sintaktik tərhi sxemi dəyişər. Müəllimlərlə də rəftarı yaxşı olmurdu. Hal şəkilçisini deyir, ixtisar etsən. Yaxşı olmurdu. Hazır cavablığı ilə onları da zarar gətirirdi. Burada müəllimlərlə də rəftarı yaxşı olmurdu. Tutam, rəftarı burada hal şəkilçisi yoxdur. Bu mənsubiyyət şəkilçisidir. Burada da hal şəkilçisi yoxdur. Hazır cavablığı ilə öz hazır cavablığı, bu da mənsubiyyətdir. Onları, buradakı ı-nı ixtisar eləsən, onlar da zara gətirirdi. Burada onlar olar mübtəda. Hardasa A-nı götürmək olar. Kiçik bəyim ağa böyük bir həyəcanla cıdıra tamaşa edirdi.
A-nı yönlü çalan şəkilçisini çıxsan, cıdır tamaşa edirdi. Cümlənin mənası pozular, belə cümlə olmaz. İbrahim xan bütün dövlət adamlarını, ağaları və bəyləri müşavirəyə çağırdı. Tutan buradakı ıları, təsirli halları çıx, nə olacaq ki, heç nə dəyişməyəcək. Tutubəyim Gəncəli olduğu üçün danışığında Qarabağda anlaşılmayan bəzi sözləri işlədirdi. Qarabağdanı silsən, yaxud danışığında sözünü silsən, cümlənin mənası pozulacaq. Məktəbin ibtidai sinif müəllimini təmtəraqlı şəkildə yola saldı. Məktəb, bunu silsən, məktəb ibtidai sinif müəllimini bəli, bu dəyişmə olar burada. Demək, belə olacaq da, yola saldı. Kimi? Məktəbin ibtidai sinif müəllimini. Belə olanda hamısı bir yerdə tamamlıq olur. Amma bunu silsən, hal şəkilçisini silsən, məktəb yola saldı. Bu artıq mübtəda olacaq. Deməli, burada həm A olar, həm də E olar. Çünki burada da onlar sözü mübtədaya çevrilir elə olanda. Hansı cümlədə hal şəkilçisi qoşulduğu ismin kökünün səs tərkibini dəyişmişdi? Qoşulduğu ismin kökünü. O zaman bir yerdə bu zərfdir bu heç. O dağın adı bağrı qan qalmışdı. Çünki orada ata dərdi çəkən Gürtəkinin bağrı qana dönüb. Burada bir şey yoxdur. Bütün Rus zabitləri, burada d-ya keçir, amma kök deyil də, Gürcü əskərləri, yenə də bu eyni məqamdır. Qiymətli bu isimdir. Xalılarla döşənmiş otaqda. Deməli, bu d-ya görə x kimi tələffüz olunur. B-ni götürmək olar burada. Vaqif İbrahim xanla söhbətində mübaliğəyə yer verməmişdi. Burada C də olar. Rəngli pəncərələri bağçaya olur, amma şəkilçidədir bu. Ona görə D-ni götürənmərəm. İbrahim xanın oğlu Əbülfət ağanın gəlməsi Vaqif üçün bəzi məsələləri aydınlaşdırdı. Burada da bir deyiliş fərqi yaranmır. Tut ağacının kölkəsində zərif, Təbriz xalçaları salınmış, məxmər döşəkçələr, ipək mütəkkələr düzülmüş cümləsindəki adlı halda olan isimlər. Adlı halda olan isimlər tut ağacı bu qeyri-müəyyən yerlik haldır. Ağacının kölgəsi bu da yerlikdir. Kölgəsində yerlik haldır. Zərif sifətdir. Təbrizin xalçaları yerlik haldır. Xalçaları salınmış. Burada xalçaları sözüdür adlı hal. Məxmər adlı haldır. Döşəkçələr, ipək, bir də mütəkkələr adlı haldadır. İndi deyir ki, bağlı ortaq. Kökü isimdir. Kökü döşədən döşək. Bunun kökü feildir. Deməli, bir ortaq ola bilməz. Konkretdir, bəli, konkretdir. Sintaktik və morfoloji sualı eynidir. Xeyr, ipək normaldan nə sualına cavab verir, amma ipək mütəkkələr, necə mütəkkələr və yaxud hansı mütəkkələr? Burada sintaktik sualı fərqləndi 3. Bu ortaq ola bilməz. Ümumi varlıqların adını bildirir. Bəli, bunların hamısı ümumi isimlərdir. 4 də olar. 2 ilə 4 C variantı. Sonra sual işarəsinin yerinə yazıla biləcək mürəkkəb ismin işləndiyi cümlə. Mürəkkəb isim olmalıdır. Tərəfləri bir-birlə sinonimlik təşkil etmir. Sinonimlik təşkil etmir. Tərəfləri bir-birinə mənaca yaxındır deyir. Dəvə dərman sinonim təşkil edir. Sonra qaş-göz eləmək bu bir yerdə feildir, frazemdir bu heç. Bir-bir barmaqlarını qatlayaraq ilan çayandan. Bu olar. İlan ayrıdır, çayan ayrı. Çayan deyəsən əqrəbdir. Sinonim deyil və mənaca da bir-birinə yaxındır da. Həşərat mənasında ikisi də çalan həşəratdır özdə. Bunu götürmək olar. Sonra eniş yoxuş antonim sözdür. Mənaca bir-birinə yaxın ola bilməz. Əlsiz, ayaqsızdakı isim deyil. Bu sifətdir. Sual işarəsinin yerinə yazıla biləcək mürəkkəb ismin işləndiyi. Bu da yenə eyni şeydir. Deyir ki, sinonimlik təşkil etmir tərəfləri və antonimlik təşkil etmir. Nə sinonimlik təşkil edir, nə də antonimlik. Dost, aşina sinonimdir.
Sonra get gəl antonimdir. Gecə gündüz antonimdir. Gün gündən bu zərfdir. Daş qaşlı bu da sifətdir. İndi harda ilişdik? Əmioğlu sözündə. Baxın, normalda mən də, yəni bunu kimisə qınamaq üçün demirəm. Mən də testdə səthi baxıram çox vaxt, belə olanda görmürəm. Amma burada əmioğlu sözü gizlənib, o nə tərəfləri sinonimlik təşkil etmir, nə də antonimlik təşkil etmir. Yəni maksimum diqqətlə baxmalıyıq. Adlıq və yəlik halda olan sözlərlə bağlı uyğunluğu müəyyənləşdirin. Adlıq və yəlik halın ortaq nə sualı ola bilər? Qeyri-müəyyən gəlik halın, qeyri-müəyyən təsirlik halın, bir də adlıq halın nə sualı var? Müstəqil cümlə üzvü kimi ismi xəbərlə əlaqəyə girə bilər. Bəli, girə bilər. Məsələn, deyirəm ki, bizim sinifdir. Sinifdir. Sinifdir, hansı sinifdir? Bizim sinifdir. Bu yəlik halda olan bir sözdür. Yəlik hal. Adlıq halda da nə bilim, adlıq hal ümumiyyətlə ismi xəbərlə əlaqəyə girir. Məsələn, deyirəm ki, ipək parçadır. Sintaktik baxımdan mübtədadan asılı ola bilməz. Mübtədadan asılı olmaq o deməkdir ki, xəbərdir. Niyə ola bilməsin ki? Deyirəm, kitab Aytənindir. Aytənindir, nəsə. Belə Aytənindir, nə kitab. Buradakı xəbər mübtədadan asılıdır və yəlik haldadır. Adlıq halda da nümunə tapmaq asandır. Ümumiyyətlə bu 3 səhv fikirdir. Biri götürdüm, 2-ni götürdüm. Fərqli fikirdir. Təyin ola bilər. Bu fərqli fikir ola bilməz. Yəlik halda təyin olur, adlıq halda təyin olur. Başlanğıc formada ola bilər. Bu da fərqli fikir ola bilməz. Başlanğıc formada o ikisi də ola bilər də. Məsələn, deyirəm ki, kitab üzü. Kitab üzü. Burada yəlik haldadır və başlanğıc formadadır. Şəkilçisi qoşulduğu sözün kökünü, səs tərkibini dəyişə bilər. Bəli, bu dəyişə bilər. Yəlik halına bağlı fərqli fikirdir. Məsələn, kəpənəyin arzusu. Belə bir kino var idi deyəsən. 1, 2, 6. 1, 2, 6 C variantı. Sonra bu sual səhvdir. Bu sual vaxt aparır. Başqa da heç nə deyil. Baxmayın heç. Hansı cümlədə mənsubə şəkilçili isim qohumluq anlayışı bildirir? Burada sevgilim sifətdir. Sonra mənsubə şəkilçisi rəsmini, onun rəsmi, bu da ki, qohumluq deyil. Orada vaxtım, mənim vaxtım, amma qohumluq deyil. Tüğyan eləyib, Fətəli xan yenə kəndimizi yenə qohumluq deyil. Dayım gildəki, bunlar da ki, sifətdir Dakıdakiyə görə. Sonra diqqətlə şeiri dinləyən Sənəm xanım həyəcanlı. Atasının olar da bunun E variantı. Həm mənsubə şəkilçidir, həm də ki, nədir? Qohumluqdur. Görüm yazırmı bu? Hansı cümlədəki ismi artırılmış lar şəkilçinin deyilişi ilə yazılışı fərqlənmir? Şahnisə xanım göz yaşlarını, burada göz yaşı mənasında bu isimdir, yaşlarını fərqlənir. Atlılar sifətdir, daşların arasında fərqlənir. Burada danışırdılar, bu feildir, bu heç. Kiçik bəyin utanıb daha da qızardı və qələmlərini burada fərqlənmir. Qarı nənə xanın adamına, lap elə xanın özünə də çox qarğışlar edib. Qarğış etmək həm də feildir. Buna niyə ayırdım ki? Qarğış etmək feildir. Siyahıda əlvan çamaşır, qiymətli paltarlar, xəzdərə qədər hər şey vardır. Nəsə, burada cavab C variantıdır. Sonra, hansı halda olan söz müstəqil cümlə üzvü olduqda əsasən ismi xəbərlə əlaqələnə bilmir. Bu konkret qaydadır, təsirlik hal. Təsirlik hal ismi xəbərlə əlaqələnə bilmir. Həm təkdə, həm də cəmdə işləndiyi zaman çoxluq bildirən isimlərdir. Çoxluq bildirən deyirsə, mütləq mən nəyi tapmalıyam? Toplu ismi tapmalıyam. Toplu isim də 1-dir, 2-dir, 5-dir. Amma 1-lə 2-ni götürəcəm. Niyə? Çünki deyir, həm təkdə, həm də cəmdə işləndiyi zaman. Cəmaət sözü də cəmdə işlənə bilmir axı. Ona görə 5-i çıxmalıyam.
Aşağıdakı nümunə ilə bağlı yanlış fikri müəyyənləşdirin. Yenə də yamyaşıl geyinir dağlar. Dağlardır burada isim. Göz kimi durulur, qaynar, bulaqlar. Bir də göz, hamısı adlı haldadır bunlar. Güneylər döşündəki qeyri-müəyyən qar, yağış, göy çəməni, o göy çəməni, təbiət ilhama çağırır məni. Bu Səməd Vurğunun şeirindəndir. Birinci misradakı isim həm obyekt, həm də subyekt kimi çıxış edib, kontekstdən kənarda fe'l kimi də düşünülə bilər. Bu doğrudur. Burada birinci misrada isim dağlar sözüdür. Geyinir də qeyri-müəyyənədir. Qayıdış halda olan bir fe'ldir. Geydən geyinmi. Qayıdış halda olanda mübtəda həm obyekt olur, həm subyekt. Çünki işi özü üzərində görür axı. İşi görən də dağlardır, öz üzərində görən obyekt də dağlardır. Və kənarda dağlar sözü dağlamaq mənasında fe'l kimi də düşünülə bilər. Yanlış dediyinə görə A-nı çıxdım. İkinci misradakı isimlərin hər ikisi, göz, bulaq, hər ikisi eyni halda olsa da isimlərdən birinin deyilişi ilə yazılışı fərqlənir. Bulaqlar, bəli, gözdəki adi haldadır. Adi qaydadadır. B də səhvdir. Daha doğrusu, yəni çıxıram da, səhv deyil, düzdür, ona görə çıxıram. Şeirdə işlənmiş bütün isimlər konkret mənalıdır, bəli, doğrudur. Dördüncü misradakı birinci isim subyekt, dördüncü misra yağış, subyektdir, bəli. İkinci isim çəmən, obyektdir, bəli. Yağış işi görəndir. Nəyin üzərində görüb? Çəmənin. Bu da obyektdir. Son iki misradakı isimlərdən ikisi, son iki misra bunları nəzərdə tutur. İsimlərdən ikisi uzlaşma əlaqəsinin əsas tərəfi kimi çıxış etmişdir. Burada qarda uzlaşmanın əsas tərəfidir. Qar əriyir. Mübtəda xəbər arasında uzlaşmada əsas tərəfdir, mübtədadır. Çünki yağış isladır. Bu da uzlaşma əlaqəsində əsas tərəfdir. Bir də güneylər döşündəki bu ismi birləşmədir. Güneylər sözü söz birləşməsinə görə aslı tərəfdir. Amma uzlaşmaya görə bu əsas tərəfdir. Deməli, burada 3 sözdür. Uzlaşmaya görə əsas tərəf kimi olan. Ona görə cavabımız olar E variantı. Uyğunluq təşkil edən fikirlərin sayını müəyyən edin. İsim konkret mücərrəd olur, bəli. Bu sifətə aid fikir deyil. Bütün cümlə üzvlərinin vəzifəsində çıxış edə bilər. Hamısı. Yəni, isim də, sifət də bütün cümlə üzvü ola bilər. Cümlədə əsasən təyin olur, bəli. İsim cümlədə əsasən mübtəda tamamlıq olur. Modal sözlərlə homonimlik təşkil edir. İkisi də edə bilər. Məsələn, isimdə təəssüf sözü həm modal, həm isim olar. Sonra sifətdə şübhəsiz sözü, deməli, yaxşı sözü homonimlik təşkil edir. Bütün nitq hissələrinin kökü ola bilər. Məsələn, köməkçi nitq hissələrinin kökü isim sifət. Ümumiyyətlə, köməkçi nitq hissəsinin kökü anlayışı yoxdur da, özü elə kökdür. Burada cavab olar 2. Hansı cümlədəki H şəkilçisi artırıldığı ismin kökünün səs tərkibini dəyişmişdir? Artırıldı ismin kökünün. Uşaq sifətli adamın şah olduğunu başındakı yuvarlaq tacdan və döşünə düzülmüş daşqaşdan anladı. Burada elə bir dəyişmə yoxdur. Nəhayət Rüstəm bəyin sükutundan istifadə edərək sözə başladı. Burada da dəyişmə yoxdur. Orada ordu komandanı kimi deyirsən, amma bu A-nı çıxışlıq hal eləmir də. Ona görə oraya ziyafətə dəvət olunmuşdum. Ziyafətə burada da yoxdur. Sərvlərin arasından əslində burada dəyişmə şəkilçinin özündədir. Bu heç. Bir qız çıxır. Amma üzükdən sözü var. Üzük xışdırıqla, üzükdən. D olar bu. Kökünü dəyişir də. Qadir tikintidə çox yorulmuşdu. Dəstəyə söykənib, dəstəyə söykənib dayanmışdı. Dəstəyə söykənib. Yox, dəstəyə söykənib qalmışdı. Lap elə də olsa, burada sözün kökü dəst. Sözün kökü dəstdirsə, heç bir dəyişmə yoxdur. Ümumiyyətlə, dəstək sözündə ədə leksikdir. Buradakı k-yə əvəzlənməsidir də, bu da leksikdir. Hansı cümlədəki H şəkilçisi bu kim eşidir? Şoka deyə bilməm. Şoka salan bir məqamdır. Mənə də qəribə gəlmişdi, amma yəni dəstək sözündə sözün kökü dəst. Hansı cümlədəki H şəkilçisini ixtisar etsək, cümlənin sintaktik təhlil sxemi dəyişə bilər. Kazım halvadan
iri tikələr vurub ötürür, gözlərinə işıq gəlirdi. Burada gözlərinə işıq gəlmək bu frazem halvadan sözündə danışıq. Kazım halva iri tükələr vurub. Burada aləm qarışır bir-birinə. Bunu silmək olmaz. Cavad xan əlini döşündən çəkməyərək Cavad xan əli döşündən çəkməyərək baş əyir. Fətəli dedi. Burada da bir məqam yoxdur. Onlara məğlub olandan sonra ruh düşkünlüyünə qalib gələ bilməyiblər. Burada dəyişmə olar. Niyə? Deməli, A-nı silsən. Bax, birinci halda qalib gələ bilməyiblər. Nə vaxt, nə zaman? Onlara məğlub olandan sonra. Belə olar. Amma onlardakı A-nı siləndə onlar mübtədə olur. Qalib gələ bilməyiblər. Kim onlar? Burada olar. Uşaq qaranlıqda özünü atasının qucağına atdı. Burada bir şey yoxdur. Ağca xanıma elə gəldi ki, Zöhrə dünəndən bəri burada dayanıb nəyisə gözləmiş. Burada deməli, Ağca xanım elə gəldi ki, A-nı silsən, Ağca xanım elə gəldi ki, bu mübtədəyə çevrilir. Yəni, də ola bilər burada. Dəyişir sintaktik sxemi. Uyğunluqları müəyyənləşdirin. İsmə məxsus olan qrammatik şəkilçinin hamısını qəbul edən söz həkimdir. İsmə məxsus qrammatik şəkilçilər cəm, hal, sonra mənsubiyyət, bir də şəxs xəbərlikdir, düzdür. Hökm bildirir, bəli, xəbərlikdirsə mütləq hökm bildirəcək. Əgər dördünü də qəbul edibsə, hökm bildirmək ismi xəbərin xüsusiyyətdə. Şəxs əvəzli deyil, bəli. Niyə? Çünki mənsubiyyət şəkilçisini şəxs əvəzi heç vaxt qəbul edə bilməz. Sintaktik və morfoloji sualı mütləq eynidir. Yox. Niyə ki? Məsələn, tutam ki, bunu isim, sifət qəbul edib. Gözəllərimizdir sözü qəbul edib. Burada gözəlin sintaktik sualı necədir? Morfoloji sualı isə kimdir? İsmin sualını qəbul edəcək. 3 səhvdir. İsmə məxsus olan qrammatik şəkilçilərdən yalnız 3-ünü qəbul edə bilən söz yerlik halda ola bilər. Bəli, yalnız 3-ünü qəbul edibsə yerlik halda ola bilər də. Birini qəbul eləməyib. Tutalım, nə deyək bura? Müəllimliyimizdir. Yox, müəllimliyimizdədir. Deyirəm ki, həkimliyimizdədir, müəllimliyimizdədir. Belə bir şey. Mütləq cəmdədir. Bunu cəmdə işlədə bilmərəm heç həkimlik, müəllimlik sözlərini. 5 səhvdir. Çıxışlıq halda ola bilməz. Niyə ola bilməz? Ola bilər bu. Dəndir olsun. Müəllimliyimizdəndir. 1, 2, 4 olar da burada nə olar ki? Hansı cümlədəki müəyyənlik bildirən, bu neçə nömrədir heç bilməm. Hansı cümlədəki müəyyənlik bildirən hallı sözü qeyri-müəyyənlik bildirən hala çevirmək mümkün deyil. Sadiq kişi pəncərə qabağına, pəncərənin qabağına, pəncərə qabağına. Bunu çevirmək olur. Səttarzadə kürsünü çəkib, kürsü çəkib ola bilər. Bunu da dəyişmək. Dənizdən sərinlik gətirən külək bu evdən kənara ətirləri yayırdı, ətir yayırdı deyə bilərəm bunu da. Sonra indi yadıma düşür. Vahidin tələbə yoldaşı var. Onlara gedərik. Bunu silsəm, Vahid tələbə yoldaşı var. Bu aləm qarışır bir-birinə, ona görə D olar. 2 gündür ki, səndən belə qəribə sözlər eşidirəm. Bunu da dəyişmək olur. Uyğunluğu müəyyənləşdirək. Bu bayaqki sualdır, elə bil. İsmin hal şəkilçisi ixtisar edilmişdi. Onu da deyim ki, atamın bir balaca mülki əkini, biçini var. Burada hal şəkilçisi ixtisar edilmişdi. Elə bir şey yoxdur. Biri götürməyəcəm. Bütün bu ziyafət və əyləncədən. Baxın, hal şəkilçisi ixtisar olunub. Ziyafətdən, əyləncədən sonra Fətəli xan qoşunun böyükləri qeyri-müəyyən halda var. 2 deməli yenə də ortaya yazılmalıdır. Bunları çıxmalıyam. Sonra ismin qeyri-müəyyənlik bildirən halı. Səlmanın həftələrdən bəri başında dövran edən fikri Xəlilə açdı. Burada görmədim. Əli qonşu otaqdan bir kürsünü gətirib Rüstəm bəyə oturtdu. 4 olar burada.
Mən, Rüstəm, Xəlil və Cəlaldan ibarət olan məndən, Rüstəmdən, Xəlildən və Cəlaldan dandan ixtisar olunub. Bu təşkilatın rəhbəri özbək tələbəsi, özbək sözü qeyri-müəyyən haldadır. Deməli 5-i də götürmək olar D variantı. Sonra qarşısında rəqəm qonmuş hansı sözlər isimdir? Dost isimdir, düşmən isimdir, gəlirlərimiz isimdir, havadar isimdir. Bizdəki əvəzətdir də hamısı bir dənə 5-dən başqa. Qarşısında işarəsi qoyulan hansı söz adlı halda olan isimdir? Adlı hal atamın balası bu yəlik haldır. Bizim el-obadda talan olunmaq bu bir yerdə feildir. Sənə qucağın dolusudur. Bu düzdür demək olmur, amma mənsubiyyətə görə bu qeyri-müəyyən yəlik haldır. Yalançı adam öz yalanına, burada yalançı adam, yalançı isimdir və deməli adlı haldadır. Qardaşlığın borcunu unutma, burada da qeyri-müəyyən yəlik haldır. Verilən şərtlərə uyğun gələn isim hansı cümlədədir? Mənsubiyyət şəklçisi qəbul edib, hal şəklçisidir, adlı halda deyil. Sanki alma ağacı da məni eşidirdi. Burada alma ağacı adlı haldadır, bu heç. Sonra alma sözü də mənsubiyyət şəklçisini qəbul eləməyib. Yəni ona görə bu ikisi də ödəmədir. Qala qapısı hələ də bağlı idi. Qala sözü hal şəklçisidir, adlı halda deyil, amma mənsubiyyət şəklçisi yoxdur. Bunu ödəmədi. Qapısı sözü də mənsubiyyət qəbul edib, amma adlı haldadır. Sonra burada gördüyün hər nə varsa rəsulundur. Sonra rəsulundur sözü hal şəklçilidir, çünki bu yəlik haldır. Ona görə C-də ödəmir. Ona dedim ki, sən indidən uşağına, uşaq hal şəklçilidir, ona görə bu olmaz. Test toplusu ifadəsində test ödəmir. Niyə? Hal şəklçisizdir, bəli, adlı halda deyil, bəli, amma mənsubiyyət yoxdur. Toplusu sözü isə mənsubiyyət şəklçisi qəbul edibmi? Bəli, edib. Hal şəklçisizdir, bəli, toplusunu al. Hal şəklçisizdir, adlı halda deyil, bəli, qeyri-müəyyən təslik halda. Deməli, D olar. Çalış ki, gözləntilərin az olsun. Burada da gözləntilərin adlı halda olan sözdür. Adlı haldadır. Cümləni necə tamamlasaq, alınan fikir doğru olmaz. Quruluşca düzəltmə ismin kökü sıra sayı ola bilər, yox, ola bilməz. Məsələn, birincilik sözündə birincilik. Bunun kökü nədir? 1. Sıra sayı ola bilməz. Miqdar zərfi bu da ola bilməz. Sonra işarə əvəzliyi ola bilər. Məsələn, eləlik, beləlik. Sual əvəzliyi ola bilər. Bəli, kimlik. Təsriflənməyən feil ola bilməz. Bəli, ola bilməz. Bunlar düzdür. Amma A ilə B ikisi də olar. Cəm şəklçisi qoşula bilər. Cəm şəklçisi qoşula bilər. Təsriflənən feilə qoşula bilməz. Oradakı qoşulan, məsələn, oxudular sözündə o şəxs şəklçisidir. Sifətə qoşular, saya qoşular. Yalnız bir şəxs əvəzliyinə. Deməli, yalnız bir şəxs əvəzinə yox. Niyə? Bizlər, sizlər ikisinə qoşulur. Ona görə 4-ü də çıxaq. Məsdərə qoşulmaz. Məsdər cəmlənməz. Burada deməli cavab olar C variantı. Tərkibində mənsubiyyət şəklçisi ola bilər. Tərkibində mənsubiyyət. Mürəkkəb ismin tərkibində ayaqqabı məsələn. Təsriflənməyən feilin tərkibində onların oxumağı ola bilər. Tərz hərəkət zərfinin tərkibində ola bilər. Bunların hamısının tərkibində ola bilər axı. Hamısında olar. Bir dəqiqə baxım buna. Elə B verib, düzdür. Məsələn, tərz hərəkət uşaqların cəldi, miqdar sayı uşaqların 5-i, kəsr sayı parçanın 1/4 və s. Hansı cümlədə isimləşən zərf var? Gecəni burada qaldı, bu elə zərfin özüdür. Burada isimləşmə yoxdur. Gündüzlər başım yaman ağrıyırdı, nə vaxt, nə zaman? Gözü sualını saxlayırsa, burada bir isimləşmə yoxdur. Dünənə bağlı qalma, nəyə? Gözü dünən
indini yaşa. İndi dünən normalda zərfdir, amma nəyə sualına cavab verir? Yəni ismin sualına cavab verir. Burada bir isimləşmə var. Uşaqların bir çoxu problemi rahatlıqla. Necə rahatlıqla bu zərfin özüdür. Buralarda, harada. Bu da elə zərfin özüdür. Yəni zərfin özüdür dediyim isimləşməyib də, yəni ismin xüsusiyyətini daşısa da isimləşməyib. Nümunədə yəli hallı isim var. Bunu uyğunlaşdırsaq, özündəki bu bacarığı hiss edən, bacarığı təsirli çaldı bu. Oğlan yarışlarda iştirak etməyə başladı. Onun qaçış üzrə rekordları. Burada onun rekordları yox. Sonralar başqa bir atletin tərəfindən düşünməyin. Çünki bu adlı xaldır, bu elə qoşmadır, qoşma adlı xala qoşulub. Deməli, bu B heç birinə yazılmadı. Paltar dəyişmə otağı, bu yəli çaldı. İndi bunu necə eləyək? Bir dəqiqə. Bunun 1, 2 olsun bu da. Bura yəli çalıydı. Nə yazdıq bura? Heç nə yazmamışıq. 2-yə A yazaq, buna C yazaq. Sonra uşaqların gözlərinin ucu ilə yolu yox. Ana yeməyi qızdırmaq üçün, yeməyi bu təsirli çaldı. D-ni bura yazaq. Uşaq olduğuna görə Səlimdən qanı götürmək istəmirdilər. Amma o 2 ayağını bir başıma. Burada da deməli E-ni də bura yazaq. Elə variant da E variantı. Fərqli cümlələrdə yer alan isimlər üçün hansı hökmün ortaq olacağını dəqiqliklə demək olar. Hal şəkilçisi qəbul edib, etməyə də bilər də, adlı halda ola bilər. Quluç yaxud qeyri-müəyyən, yəlik, qeyri-müəyyən, təsirlik də ola bilər. Quluçca ya sadə, ya düzəltmədir, bəlkə mürəkkəbdir. Cümlədə ya tamamlıq, ya mübtəda rolundadır, bəlkə təyindir, isim təyin də ola bilir də, yaxud xəbərdir bəlkə. Kökü kim, nə və hara əvəzliklərindən biri olan suala cavab verir, bəli. Yəni ismin kökü başqa nə sualına cavab verəcək? Kökü kim, nə və hara əvəzliklərindən biri olur. Cümlədə sintaktik təhlilə cəlb olunur, olmaya da bilər, məsələn, xitab da ola bilər. Hansı cümlədə altından xətt çəkilmiş isimlər fərqli hallardadır? İçəridən çıxandan sonra Səlim adlı xal, atasıdır adlı xal. Jest müəyyən duyğu, istək, münasibət bildirən. Jest müəyyən duyğunu, istəyi, münasibəti bildirən əl-qol hərəkətləridir. Bu adlı xaldır. Bu isə təsirlik haldır. Cavabım olar B. Təsərrüfat malları, təsərrüfat qeyri-müəyyənlik hal, mallarının mağazası, bu da qeyri-müəyyənlik haldır. Onlar insanın hissi, həyəcanını. Bunlar deməli təsirlik haldadır hər ikisi. Həkimlər ayağına, sümüyə, bunlardakı görünür, yönlük haldır. Hansı cümlədə altından xətt çəkilən söz isim deyil? Edam isimdir. Bu elektrik sözü vurğu dəyişir, dəyişmir. Bu istənilən halda isimdir. Epik əsərlər, necə əsərlər? Bu sifətdir. Fenomen isimdir. Əkiz taylar isimdir. Fenomen sözü mənə də maraqlıdır. Fenomen isimdir. Adama elə gəlir ki, sifətdir o. Fenomen Rəsulzadə. Ürəkdə çəkək. Nəsə, nümunədəki isimlər ardıcılıqla hansı haldadır? Kimə deyim dərdimi, mənim dərdim, dərdimi, bu təsirli hal. Qəsbkar sifət, namərd sifət. 70 ilin deməli yəlik hal, dərdi, qəmi. 70-in dərdi, qəmi, bu adlı hal. Gözdən axdı, bu da çıxışlıq hal. O gecə, bu da ki zərflikdir. Bu da zərfdir daha doğrusu. Deməli, təsirlik, yəlik, adlıq, çıxışlıq E variantı olur. Verilən cümlə ilə bağlı klasteri hansı fikirlər tamamlaya bilər? Əskər özü ilə daşıdığı məktubu ilk dəfə idi ki, oxuyurdu. Nümunədəki isimlərdən biri tərkib daxilindədir. Təhlil eləsək, oxuyurdu. Kim əskər? Nəyi? Məktubu. Hansı məktubu özü ilə daşıdı? Başqa isim yoxdur da. Demək, nümunədəki isimlərdən biri tərkib daxilindədir. Bu yanlış fikirdir. Biz də yanlışları tapmalıyıq. Bizim qonşu yenə başladı.
Cümlədə ümumi ismin olduğunu dəqiqliklə demək olur. Əlbəttə bu məktubu sözü onsuz ümumi isimdir də. Ona görə biri çıxdım, yanlış deyil, bu doğru fikirdir. Cümlədə xüsusi ismin olduğunu dəqiqliklə demək olur. Bax bu yanlışdır. Əskər sözü adam adı olsa xüsusidir. Bir əskər, zabit bu mənada olsa, deməli ümumidir. İsimlərin halı eyni deyil. Əlbəttə bu eyni deyil. Əskər adlıq, məktub isə təsirlikdir. İsimlərdən yalnız biri müstəqil cümlə üzvü deyil. Bu yanlış fikirdir. Hər ikisi gördüm müstəqildir. Cümlədən ilk sözü çıxarsaq, cümlədə sadə isim olmaz. Bu da yanlışdır. Çünki burada məktubu sözü onsuz da sadədir. Burada 2, 4, 5 olar. Hansı nümunədə ilk ismin halını dəqiq demək olmur? Sual dolu nəzərlərlə sual adlı haldır. Direktor məsləhətçisi ilə söhbət edirdi. Bu məşhur cümlədir, bu tipli cümlələr. Söhbət edirdi. Kim direktor? Bir də belə kimi ilə məsləhətçisi ilə, bir də belə söhbət edirdi. Kimi ilə direktor məsləhətçisi ilə. Yəni iki cür düşünmək olur. Direktoru mübtəda düşünsən, bu olur adlı hal. Direktor məsləhətçisini bir yerdə düşünsən, yəni tamamlıq götürsən, direktor olur qeyri-müəyyən yerlik hal. Ona görə B cavabımızdır. Zarafatçı gənclərdən xoşum gəlmir. Burada isim ümumiyyətlə yoxdur. Öz bağında dadə bu yerlik hal, gülü bitir, bu da təsirlik hal. Təxəyyülü yaxşı inkişaf edən şagird daha bacarıq olur, adlı hal. Öz təxəyyülü yaxşı inkişaf edən, bu da ki adlı haldır, bu da. Sonra uyğunluğu müəyyən edin. Tərkibində isimdən düzələn isim var. Ağaca qonan quşcuğaz, quşdan, quşcuğaz bir. Daradan daraqdır. Bu feildən yaranıbdır bu heç. Otaq da sadədir. Saç sadədir. Duzlu yeməklər yedən yeməkdir. Duzlu sifətdir. Səhət sadədir. Sonra deməli bu tərəfə baxaq. Tərkibində feildən düzələn isim var. Bugünkü mürəkkəb sınadan sınaq 4 olar. Çökdən çökək 5 olar. Dayanan alimə səs də gec çatırdı. Burada başqa yoxdur. Duyğusuzluq sözünün kökü duymaq feilidir. Duyğu ismi duyğusuzluq. Bu isim nədən yaranıb? Axırıncı leksik şəkilçiyə baxıram. Duyğusuz nədir? Sifət. Deməli bu sifətdən yaranıb. Baxmayaraq ki, kökü feildir. Altını da ona görə götürmədim. 1, 4, 5 cavabımız olar A variantı. Rəqəmlərin yerinə ardıcıllıqla yazılmalıdır. Qulluqca mürəkkəb isimdir deyirsə, antivirus düzəltmədir, keşməkeş sadədir. Sonra tərkibində 2 qrammatik şəkilçi olan isimdir. 2 qrammatik şəkilçi olan isimdir deyirsə, yaralılarımız sifətdir. Bu da getdi. Qaldı B-lə C. Cümlə daxilində istənilən halda müstəqil xəbər ola bilər. Bağı sözünü adlı halda düşünsən, məsələn, vətən bağı. Mənsubiyyət şəkilçili düşünsən, bu xəbər olar. Amma bunu təsirlik hal düşünsən, xəbər olmaz. Ona görə B-ni heç vaxt götürə bilmərsən. Cavabın olar C variantı. Verilən fikirlər doğru, yanlış kimi, doğru, yanlış kimi sıralanmalıdır deyir. Neçə məqamda bu şərt pozulub. Təsirlik hallı söz müstəqil xəbər olmasa da, xəbərin tərkibində yer ala bilər. Bəli, doğru fikirdir. Deyirəm ki, məqsədim kitab almaqdır. Məqsədim kitabı almaqdır. Nəsə A olar. Kitabın sözündəki şəkilçi yalnız bir funksiya daşıyır. Yanlış fikirdir. Niyə? Sənin kitabın olanda bu olur mənsubiyyət. Kitabın üzü olanda bu olur yəlik hal. Alının sözündə düşmə var. Düşmə varsa, söz alının bu halda olar. Bir də alının bu halda olar, düzdür. Bu halda olubsa, deməli bu mənsubiyyət imiş ki, düşüb. Hal qəbul edəndə sözdə düşmür. Yazılışı belə olur. Yalnız bir funksiya daşıyır. Bəli, doğrudur. Yalnız bir funksiya daşıyır. Yerli halda olan söz ismi xəbərlə əlaqələnə bilmir.
Yerlik halda olan söz ismi xəbər. Buna nümunə düşünüm. Məsələn, deyirəm ki, bağçada gül var. Var. Harada? Bağçada. Yerlik hallı söz. Əlaqələnə bilir. Məsələn, səndə var, məndə var. Bu tipli sözlər. İsmi xəbərlə əlaqələnə bilmir. Yanlışdır. Deməli, burada şərt pozulmayıb. Hansı cümlədə isimlərin hamısı müstəqil cümlə üzüdür? Yol boyu doğma kəndi, orada yaşayan qohumları haqqında danışarkən xəyala dalardı. Burada qohumları haqqında bir yerdə danışarkən nə vaxt xəyala dalardı, nə vaxt, nə zaman qohumları haqqında danışarkən görürsünüz tərkibin içində qalır. Ona görə anı çıxdım. Onun qardaşı bu ismi birləşmədir. Bunu heç vaxt parçalaya bilmərsən, Yəni qardaşı sözü müstəqil cümlə üzvü ola bilməz. Bu səfərdən oğlunun çıxardığı nəticə, nəticə, hansı nəticə? Bu səfərdən oğlunun çıxardığı. Görürsünüz, oğlu, səfər bu sözlər deməli müstəqil olmadı. Mən məsələnin nə yerdə olduğunu, burada da tərkib yaradacaq. Məsələnin nə yerdə olduğunu izah edəndə. Zabit gülümsədi. Zabit gülümsədi. Nə vaxt, nə zaman gülümsədi? Məsələnin nə yerdə olduğunu. Burada məsələ sözləri, deməli məsələ ismi qalır orada. Tərkibin daxilində müstəqil olmur. Sonra mən balaca çili burnuna baxdım. Baxdım nəyə? Burnuna. Bunlar da heç isim deyil. Belə möhkəm oğlanı heç bir təhlükə qorxuda bilməz. Qorxuda bilməz. Nə təhlükə? Kimi? Oğlanı. İsimlər bu 3 dənədir və 3-ü də nədir? Müstəqildir. Cavabım olar E variantı. Cədvəldən bütün uyğun sözləri seçin. Toplu isimdir. Alay topludur. Aləm yox, bağ yox. Toplu isim ola da bilər, olmaya da bilər. Batareya sözü bu zaryadka mənasında olanda toplu isim olmur, amma orduda olanda bunu götürmək olar. El sözü, məsələn, yurt yuva mənası bildirəndə deyirik, elimizə bahar gəlir. Yurdumuza, yuvamıza mənasında olanda toplu isim deyil, amma el ayağa qalxdı olanda toplu isimdir. Xalq isə istənilən halda toplu isimdir. Burada 1, 4, 5 bu sözün yazılışına da fikir verin. Batardı bu, batar. Miqdə var idi. Yazılışını soruşur. Hansı isimlərin qulluqca növünü dəqiq demək olmur? İsimlərin deyirsə, buna isim kimi yanaşmalıyıq hamısına. Qarı sadə söz, istənilən halda, yəni qoca qarı mənasında da, sonra qar mənasında da sadədir. Üçün dəqiq deyə bilərik. Sonra dolu sözü yenə isim olanda bu konkret sadədir. Havalandırma istənilən halda, havalanmaq istənilən halda bu düzəltmədir. Bunu demək olur. Tutum və yazım sözləri isə cavabın olar. Niyə? Tutum sözü bir meyvə mənasında, tut mənasında, mənim tutum. Tutum. Bir də deməli qabın tutumu o mənada olanda tutum leksik olur. Qabın tutumu, həcmi mən. Yazı sözü də elədir. Yazı sözü məsələn qışı, yazı, baharı bu mənada olanda haşa keçisi bu olacaq nə? Sadə. Bir də yazı mənası, yazmaq mənasında olanda düzəltmə. Hansı cümlədə ismin olub olmadığını əminliklə demək olmur? İsmin olub. Düzü, doğrunu ondan soruşmaq lazımdır. Düzü sözünü biz ya sifət götürərik bu cümlənin məzmunundan, ya da ki, modal söz götürərik. Burada isim kimi düşünə bilmərik. Kəlbəcər, Azərbaycan, bayraq, bunlar konkret isimlərdir bu heç. Gözə yaşamaq istərdi, C-ni götürmək olar. Niyə? Gözəl sözünü adam adı düşünsək, bu isimdir. Yox, gözəl yaşamaq istəyirdi hamı kimi, gözəl, yaxşı yaşamaq. Burada da zərf olar, yəni isim olmaz. İnsan olmaq bir yerdədir bu heç, yaxşılıq etmək bir yerdədir, şərt isə isimdir, burada konkret var. Tatar, yan, bunlar isimlərdir. Hansı cümlədə feildən yaranan isim var? İlk dəfədir ki, rahatlıq tapmışam, qorxulu hadisə, qorxulu sifətdir, rahatlıq isim sifətdən yaranıb, hadisə sadədir. Sıxıntısız, burada sıxıntı ismindən yaranıbdır. Düzü sözün kökü sıx, sıxıntıdır, sıx kök feildir.
Amma axırıncı leksik şəkil üçün nəyə artırılıb? Sız. Sıxıntı sözünə. Yəni isimdən yaranıb. Bir dəqiqə, mən sıxıntıya niyə baxıram? İsim deyir axı. Bu sifətdir. Ürəkdəki sadədir. Sonra sevindirici hal odur ki, heç kəs narazılıq bu feildən yaranmayıb. Görüntüdəki bu sifətdir. İnsan sadədir. Bütün ərzaq sadədir. Soyuducu. Soyumaqdan, soyuducu feildən yaranıb bu. Soyuducu isimdir və feildən yaranıb. Nümunədəki soyut feilindən. Nümunədəki isimlərlə bağlı ortaq cəhəti seçin. Bazburudu, görkəmi mənə qəribə görünürdü. Boy buxunu bir bosmana bənzəyirdi. Adlıq haldadır. Xeyr, burada yönlük halda var. Adlıq halda deyil. Fonetik normanı pozmur, bu pozur. Mübtəda rolundadır. Burada hamısı mübtəda deyil ki. Bu hamısı mübtəda deyil. Ümumi və tək isimdir, bəli. Qulurca sadədir, yox. Məsələn, gördən görkəm, sonra boy buxun mürəkkəb. Ona görə bu da müxtəlif cümlələrdə yer alan qeyri-müəyyən halı sözlərlə bağlı hansı hökm istənilən halda doğrudur? Başlanğıc formadadır, olmaya da bilər. Məsələn, atalar sözü. Atalar sözü. Burada qeyri-müəyyən haldır, amma başlanğıc forma deyil. Müstəqil cümlə üzvü deyil. Bu olar bəli. Bu olar. Sifət deyil. Bu niyə ki sifət deyil? Sifət ola bilər. Məsələn, nə deyək? Böyük sözü. Böyük sözü. Sonra adlı xallı söz kimi düşünülə bilmir. Düşünülə bilər. Bu siz hansı halda düşünülür? O bayaqçı var deməsən, direktor məsləhətçisi ilə görüşdü. Direktor məsləhətçisi ilə, direktorun məsləhətçisi, yəni düşünülə bilir adlı xal. Mənsubə şəkilçisi qəbul etməyib. Qeyri-müəyyən. Bu da edə bilər. Bir dəqiqə, bu niyə belə oldu? Deməli, burada cavabımız nə oldu? Burada B oldu. Mənsubə şəkilçisi qəbul etmək. Bu təsərrüfat malları, təsərrüfat mallarının mağazası. Təsərrüfat malları sözündə malları sözü qeyri-müəyyən halda mənsubiyyət qəbul edib. Mallarının mağazası deyirik də belə. Amma bu qaydadır ki, müstəqil cümlə üzvü yəlik hal, qeyri-müəyyən hal heç vaxt müstəqil cümlə üzvü olmur. Amma müəyyən hal ola bilər. Hansı cümlədə fərqləndirilən söz isim deyil? Bəzək-düzək isimdir, can-güdən isimdir, casus isimdir, cəngəllik isimdir, amma çoxillik sifətdir. Cavabımız olar burada E variantı. Uyğunluğu müəyyən edən ismin bütün halları üçün ortaq fikirdir. Doğrudur. Müstəqil xəbər kimi təsirli hal ola bilməz. Həm ismi, həm də fe'li xəbərlə əlaqələnir. Həm ismi, həm fe'l xəbərlə əlaqələnə bilərmi? Bilər. Baxaq, şəkilçisi omonimdir. İsmin bütün halları üçün. Yəni, burada adlı xalın nə şəkilçisi var ki, omonimdə olar. Xəbərli şəkilçisi qəbul edir, xeyr etmir. Məsələn, təsliq hal xəbərli şəkilçisi qəbul etmir. Həm ismi, həm də fe'l xəbərlə əlaqələnir. Məsələn, təsirli hal. Təsirli hal ismi xəbərlə necə əlaqələnəcək? Yox, əlaqələnə bilməz. 2 səhvdir bu. Cavabımız olar burada A variantı. Hansı cümlədə mənsubə şəkilçi qəbul edən isim daha çoxdur? Malım, mülküm, ev eşiyim. Burada 3 dənədir. Hər şey bu əvəzlikdir. Kənd təsərrüfatı. Burada 1 dənə. Kənd təsərrüfatı naziri 2 dənə. Görmədiyimiz başqa yoxdur. Əziz şagirdlərin 1 dənə. Özünüz əvəzi, ailəniz 2. Daim xeyir gətirin. Ürəyinizdən keçmək bu frazemdir. Bunu parçalamırıq. Rayonumuzda 1. Hər dəfə eyni tədbir keçirilir. Hamınız əvəz etdi. Burada 1 dənə saydım. Xəstə sifətdir. Qoca sağ əlində 1. Əlində tutduğu kəndiri sol əli ilə 2. Burada da 2 dənə. Burada cavab A olardı. Nümunənin təhlilinə
aid doğru fikirlərdir. Bu hündür divarla hasarlanmış göz işlədikcə bu frazemdir. Uzanan bağ darvazaları yanındakı iki gözlü palçıq daxma idi. Nümunədə ümumilikdə 1, 2, 3, 4, 5 dənə isim var. Bir düz. Bu 5 səhvdir, belə çıxır. Bunlar çıxdı. İsimlərdən biri izah edici cümlə üzrü rolundadır. 2 düzdür. Daxma, hansı daxma? Palçıq daxma təyin rolundadır. Bu düz, bu düz. İsimlərdən biri qoşma ilə işlənib. Divarla, bu da düz. İsimlərdən 4-ü müstəqil cümlə üzüdür. 4-ü cümlə üzü. Burada bağın darvazaları. Bu ikisi bir yerdədir. Bu parçalana bilməz. Deməli, 4-ü cümlə üzü deyil. Burada nə oldu? 1, 2, 3 cavabım olar D variantı. Uyğunluğu müəyyən edin. Xəbərli şəkilçi qəbul etmiş isim kimi də düşünülə bilər. İsim kimi də düşünülə bilər deyirsə, sazdır sözünü götürə bilərəm. Məsələn, saz sifət kimi gümrahdır mənasında. Bir də çalğı aləti. Qızdır sözünü də götürə bilərəm. Qızdırmaq. Bir də qız da oğlan, qız o mənada. Başlanğıc formada olan isim və başlanğıc formada olmayan fe'l kimi düşünülə bilər. 3-ü götürə bilərəm. Qatır heyvan mənasında başlanğıc formada olan isimdir. Bir də qatır fe'li, qatmaq mənasında başlanğıc formada olmayan fe'ldir. Amma qonur sifətdir. Yəni bunun başlanğıc formasını götürsən də bu sifət olacaq da, isim olmayacaq. Belə olanda 1, 2, 3 olar. Hansı cümlədə isim fonetik normanı pozur? Bir dəqiqə. Deyək ki, hansı cümlədə isim fonetik normanı pozur? Yəni, səhv yazılıb. Avanturda bir şey yoxdur. Aviares elə belə yazılır. Sonra bakalavr olmuş. Burada deməli C variantıdır. Bambaşqa bu sifətdir. Bu səhv yazıb, amma sifətdir. Sonra hansı cümlədə nöqtələrin yerinə məngəli hallı isim artırmaq mümkün deyil? Məngəli hallı isim. Deyək, Aytənin verdiyi artıra bilərik. Tərif eşidən Aytənin qonşusu. Aytənin rəfi. Sonra suallar Aytənin beynini. Aytənin beynini. Qocalar məktub yazmaq üçün bizə qocalar Aytən məktub yazmaq üçün məktubu yazmaq üçün ümumiyyətlə təsirli halın qabağında deməli məngəli hallı isim işlətmək alınmır. Onda cavab olar E variantı. Uyğunluğu müəyyən edin. Altından xətt çəkilən isim müstəqil cümlə üzüdür. Problemə bu aspektdən yanaşan az tapılar. Az tapılar. Kim? Problemə bu aspektdən yanaşan. Bu tərkibin içində qalır. Ona görə bir səhvdir. Ondakı asilik hamıya təəccüblü gəlirdi. Təəccüblü gəlirdi. Nə? Asilik. Bu ikini ol götürmək olar. Müstəqil cümlə üzü deyil. Aş süzən masanın üstündə qalmışdı. Nə etmişdi? Qalmışdı. Nə aş süzən? Müstəqil cümlə üzüdür. Bu döyüşdə outsider qələbə qazanacağını düşünmürdüm. Nəyi? Bu döyüşdə outsiderin qələbə qazanacağını. Demək, burada 2 ilə 4 olar cavab. Müstəqil cümlə üzü deyil. Klasteri tamamlayacaq fikirləri müəyyən edin. Adlı hallı ümumi isim haqda doğru fikirdir. Qrammatik şəkilsiz işlənə bilər. Adlı hallı ümumi isim qrammatik şəkilsiz işlənə bilər. Bəli, doğrudur. Həm təəssüflənən, həm də təəssüflənməyən fe'lə əlaqələnə bilər. Bəli, məsələn deyirəm ki, Aytən gəldi. Aytən gələndə təəssüflənməyən, həm təəssüflənən bir oldu. Ümumi isimdir, gəlin ümumi isimdir. Şagird gəldi, şagird gələndə. Əgər cümlədə aid olduğu isim material bildirirsə, deməli mütləq təyin rolundadır. Yox, məsələn deyirəm ki, daş bina tikiləndə. Yəni tərkibin içində olanda o təyin rolunda olmur. 2 səhvdir. İstənilən mürəkkəb isim adlı hallı
ümumi isim kimi cümlədə işlənə bilər. İstənilən mürəkkəb isim adlı hallı ümumi isim kimi. Yox. Məsələn, deməli, Ağdam, Ağdaş. Bu necə ümumi mürəkkəbdir, amma necə ümumi olacaq ki, 3 səhvdir. İsmin haldan başqa digər 3 kateqoriyasına şəkilçi qəbul edərək mübtəda vəzifəsində çıxış edə bilər. Digər 3 kateqoriyasına aid şəkilçi qəbul edərək mübtəda vəzifəsində çıxış edə bilər. Məsələn, tutam, hal qəbul eləməyib, digər qalanlar cəmdir, mənsubiyyətdir, bir də xəbərlikdir. Bu üçünü qəbul eləyibsə, bu xəbərlik qəbul eləyən necə mübtəda vəzifəsində olacaq? 4 də səhvdir. Burada nəyi səhv elədik? Hə, biri götürdük axı. Cavabımız olar B variantı. Əgər söz müəyyən təsdiqlik haldadırsa, cümləni necə tamamlasaq alınan fikir doğru olar. Deməli, sözdəki şəkilçi sayı ən çox 3-dür. Bu səhvdir. Burada qrammatik şəkilçi desəydi düz olardı. Amma ümumi şəkilçilərdən söhbət gedirsə, məsələn, döyüşçülərimizi 1, 2, 3, 4, 5 dənə. A səhvdir. Deməli, istənilən halda vurğu sözün son hecasındadır. Bu səhvdir. Məsələn, elə olar ki, məsələn, vurğu qəbul etməyən bir alınma söz olar, önə düşər vurğusu. Bu dəqiqə ağlıma gəlmədi. Bu sözə heç bir köməkçi nitq hissəsi olan söz bitişə bilməz. Döyüşçülərimizi mi gözləyirsən? Ola bilər, bitişə bilər. C-də səhvdir. Bu söz cümlənin xəbərinin tərkibində ola bilər və tərkibində ola bilər. Təsdiqlik hal cümlənin xəbərində ola bilər. Məsələn, məqsədim, bayaq da dedim, məqsədim kitabı almaqdır. Nə məqsədimdir, nə kitabı almaq. Deməli, müstəqil zərflik ola bilməz. Bu da səhvdir. Məsələn, deyirəm, gecəni meşədə qalmışam, gecəni sözü zərflikdir. Verilən nümunə həm də təsdiqlik haldır. Verilən nümunə ilə bağlı cədvəldəki uyğun fikirləri. Gecələr ay gülməz, buludlar qara. Gecələr bu zərfdir. Nə vaxt, nə zaman gecələr? Bu isimləşməyib də, yəni isim deyil, aydır. Bir də bulud sözüdür bizim isimlərimiz. Deyir, isimlərdən yalnız ikisi cəmdədir, səhvdir, biri cəmdədir. Cümlədəki isimlərdən yalnız birinin homonimliyi var. Ayın da homonimliyi var, həm nida kimi, həm göydəki ay mənasında, buluddakı bir bulud, bir də boş qab mənasında. Bu da səhvdir. Zərf isimləşib, xeyr, isimləşməyibdir. Bu da səhvdir. Çünki öz sualına cavab verir. İlk söz adlı haldadır. Bu isimdir, isim deyil də, bu zərfdir. Bu halda ona adlı hal demək olmaz. Cavabımız burada yanlışın altından olanları götürsək 3-dən 4. Hansı cümlədə ilk söz yalnız isim kimi düşünülə bilər? Azad yaşamaq bu zərfdə olar. Azad yaşamağa çalışırdı, isim kimi də düşünmək olar. Kərpici rəng bildirər, sifət olar. Kərpic isim olar. Aqil adamlar, necə adamlar? Bu sifət olar, həm də isim olar. Elektrik istənilən halda isimdir. Vurğu harda olur olsun isimdir. Gözəldirmi gələn? Gözəl sifət olar, bir də isim olar. Hansı sözlər həm ümumi, həm də xüsusi isim kimi deyirsə, kamil sifət olar, bir də isim olar. Bu olmaz. Sevilmək isim olar, feil olar. Amma almaz, daşqaş mənasında vüqar və mələk 1, 2, 5 götürmək olar. Hansı mürəkkəb ismin yaxın mənalı sözlərin birləşməsindən yaranmayıb? Ev eşikli sifətdir. Qəpik quruş yaxın mənadır. Toz torpaq yaxındır. Səsləmir yaxındır. Eniş yoxuş isə deməli antonim sözlərdir. 60-cı sualla davam edək. Deyir ki, verilən fikirlərin doğru və yanlış olma baxımından uyğunlaşdırın. Mənsubiyyət şəkilçi ilə arasında y bitişdirici samiti işlənən bütün sözlər isimdir. Yox. Nəyi sözü var, məsələn, o sırada mənafeyi, suyu və nəyi. Suyu və nəyi milli sözlər idi özdə. Əgər söz qeyri-müəyyənlik haldadırsa, deməli mütləq qrammatik şəkilsizdir. Bunu bayaq da dedik, məsələn, atalar sözü.
Bu da yanlışdır, bu da yanlışdır. Yəlik halda olan söz heç vaxt feillə qrammatik əlaqəyə girmir. Yox, niyə ki? Məsələn, uşaqların oxuyanı. Uşaqların oxuyanı deyirəm. Sifətlə, daha doğrusu feillə əlaqəyə girir. Təəssüflənən feillə, təsiriflənməyən daha doğrusu feillə əlaqəyə girir. Üçü də yanlış oldu. Verilən nümunədə fərqləndirilən hissə toplu isimdirsə, bunun rəngləri düşməyib. Deyir ki, bir gün yadınıza düşərəmsə mən, bu doğma ellərdə axtararsınız. Burada ellərdə yurt yuva mənasıdır. Toplu isim deyil. Meşə onsuz da toplu isim deyil. Salxım toplu isim deyil. Batareyalar, burada ordu mənasında hərbidən söhbət gedirsə, bu toplu isimdir. Zaryadka mənasında isə toplu isim olmur. Ailə toplu isimdir istənilən halda. Eyler-Venn diaqramındakı uyğunluğu müəyyən edin. Boynun sözündə düşmə var. Deməli, bu mənsubiyyət şəkilçisidir və bu adlıq haldır. Nəslin sözünü isə bilə bilmərik. Bu halda da düşür şəkilçisi, mənsubiyyətdə də şəkilçisi düşür. İstənilən halda əvvəlinə öz əvəzliyi artırmaq mümkündür. Bəli, bu dedik ki, mənsubiyyətdir. Yəni öz boynun. Biri götürdüm. Hansı halda olduğunu dəqiq demək olur. Bəli, adlıq halda olduğunu dəqiq demək olur. Kökündəki qapalı saatlərdən biri düşmüşdü. Qapalı saatlərdən biri. Qapalı saatlərdən biri deyəndə ki, burada onsuz bir dənə qapalı saat var da. Məsələn, boyun sözündə, yaxud nəsil sözündə. Burada onsuz bir dənə qapalı saat var. Bu fikir səhvdir. Həm adlıq, həm də gəlik halda düşünülə bilər. Həm adlıq, həm gəlik. Yox. Boyun sözünə aid deyil bu fikir. Boyun sözü yalnız adlıq haldadır. 3-ünü eşitdim. 4-ü silməli idim. Heç bir halda əvvəlinə gəlik halı söz artırıla bilməz. Məsələn, niyə artırıla bilməsin ki? Sənin nəslin. Bu yox, ola bilər. Bu 5 səhv fikirdir. Artırıla bilər. Nə olduğunu bilmirik axı. Mənsubiyyət olsa artırıla bilər də sənin nəslin. Adlıq halda olduğunu dəqiq demək olur. Xeyr, adlıq halda olduğunu da dəqiq demək olmur. Burada 1-2 olardı. Başqa cavab çıxarda bilmədim. 1-2. Neçə məqamda yanlışlığa yol verilib? Cəlilabad rayonu birləşməsində ilk söz nə sualına cavab verir? Bəli, doğrudur. Niyə? Çünki bu qeyri-müəyyən gəlik haldır. Qeyri-müəyyən hallarında yalnız nə sualı var? Doğrudur, yanlış yazılıb, ona görə biri götürdüm. Evimiz sözündəki şəkilcə əşyaya sahib olan şəxsin çoxluğunu bildirir. Bəli, bizim evimiz söhbət bizdən gedir. Birinci şəxsin cəmindən gedir. Deməli, cəmlik bildirir. Bəlkə müəllim gözləyir cümləsindəki ismin halını dəqiq demək olur. Xeyr, yanlışdır. Müəllimi gözləyir olsa təhsillik haldır. Müəllim adlıq halda düşünmək olur bunu. Təhsilli hal şəkilçisi ilə işlənən sözə heç bir köməkçi nitq hissəsi bitişə bilməz. Bu da yanlışdır. Məsələn, dəftərimi, şagirdimi və yaxud belə. Nizami dünyası birləşməsindəki ilk söz nə sualına cavab verir? Bəli, bu da doğrudur. Bu da yenə bayaqki məqamda qeyri-müəyyən yəlik haldır. Qeyri-müəyyən yəlik halda nə sualına yalnız cavab verir. Burada 2 yerdə pozulma var. 1 ilə 5-də deməli cavab 2 dənədir. Cədvəldən uyğun nümunələri müəyyən edin. Düzəltmə isim gəlik haldadır. Mindən minici. Minicinin ayağı 1 olar. Çalın yeni başlamışdı. Kəndlilər sürətli işlərdilər. Kəndli düzəltmədir, amma adlıq haldadır. Ona görə 2-ni çıxdım. Yenilik axtarışları düzgün aparan ədiblərin yaradıcılığında daha çox ortaya çıxır. Burada yenilik axtarışlarını bir yerdə götürməyin. Nə ortaya çıxır? Yenilik. Düzəltmə isim budur. Yenilik və axtarış sözləri heç biri də yəlik halda deyil. Düzəltmə isim yəlik halda deyil. Necədən necəlik düzəltmə isimdir. Sənin necəliyin adlıq haldadır. Mənə maraqlı deyil. Sürtgü yağları bu obyektdə daha üz-üzüdür. Bu sürtgü yağları bu yəlik haldadır. Qazanın qapağını qapadan qapaq
burada təsirli kağıdı qapağını bağlamağı. 1, 4, 6 C variantı olar. Hansı variantdakı lar şəkilçisinin funksiyası fərqlidir? Lar nə olur? Cəm şəkilçisi olur. Bir də şəxs şəkilçisi olur. Feilə qoşulanda şəxsdir. Digər hallarda isə deməli cəm şəkilçisidir. İndi biz ancaq feilə qoşulanda şəxsdir. Digərləri isə nədir? Cəm şəkilçisidir. Sonra hansı nümunələrdə nöqtələrin yerinə yerli hal şəkilçisi artırmaq üçün mütləq bitişdirici samit də artırılmalıdır? Kəndlisində artırırıq. Qalamda artırmadıq. Sandığında artırmadıq. Üzündə artırdıq. 4. Anada. Bunda da artırmadıq. 1 ilə 4. 1 ilə 4. Cavab D variantı. Verilən nümunənin təhlilə bağlı doğru fikirlərdir. Sahib olduğu məkanı gözdən keçirib əmin oldu ki, buradan normal gəlir əldə etmək olar. Burada sahib olmaq bir yerdə də götürə bilərik. Hansı məkanı? Sahib olduğu məkan. Bir də sahib, bunun mübtəda, olduğu da ayrıca təyin. Deyir ki, nümunədəki isimlərin sayını dəqiq demək olmur. Bəli, sahibi əgər adam adı düşünsək, burada 1, 2, bir də bu 3 dənə isim olur. Yox, gözdən keçirmək bu da onsuz frazemdir, buna baxmırıq. Deməli, əgər sahib olmaq bir yerdə götürsək, burada 2 dənə olur. Nəsə, nümunədə düzəltmə sözlərdən biri olan isim təsirli haldadır. Düzəltmə sözlərdən biri olan isim. Burada düzəltmə söz normadan, normaldır, bir də gəldən, gəlirdir. Və gəliri əldə etmək həqiqətən də bu təsirli haldadır. İsimlər adlıq, təsirli, çıxışlı haldadır. Çıxışlı halda isim yoxdur axı. Gözdən keçirmək bu frazemdir. Çıxışlı halda isim görmədim. Cümlədə adlıq hallı ismin olub olmadığını dəqiq demək olur. Xeyr, olmur. Sahib əgər haldırsa, yəni adam adıdırsa, adlıq hal olacaq. Sahib adam deyilsə, burada adlıq halda olan isim olmur. 4 səhvdir. Altından xətt çəkilmiş hissələr üçün ortaq olmayan cəhət isim olmasıdır. Ortaq olmayan cəhət isim olmasıdır. Bəli, əldə etmək də mürəkkəb feildir. Gözdən keçirmək də frazemdir. İsim olması ortaq olmayan cəhətdir. 5-i də götürəcəm. 1, 2, 5. Hansı fikir yanlışdır? Qoşma ilə işlənən adlıq hallı söz təyin də ola bilər. Qoşma ilə işlənən adlıq hallı söz. Bir dəqiqə təyin. Buna nümunə düşünüm. Sonra qoşma ilə işlənən çıxışlı hallı söz zərflik ola bilər. Deyirəm ki, evə qədər piyada getdi. Ola bilər. Yox, daha doğrusu qoşma ilə işlənən çıxışlı hallı söz. Bunlara nümunə düşünün. Bura məsələn deyirəm ki, Aytən haqqında sənədlər. Aytən haqqında sənədlər. Hansı sənədlər? Bunu tapdım. Amma qoşma ilə işlənən çıxışlı hallı söz bilmədim. Ağlıma gəlmir bu dəqiqə. Yerlik hallı söz mübtəda ola bilməz. Məsələn, sənin kimilər. Sənin kimilər gəldi. Bu mübtəda olur özdə. Bu C səhvdir. Qoşma ilə işlənən yönlük hallı söz sənə aid sənədlər. Bu da olur. Qoşma ilə işlənən adlıq hallı söz zaman zərfli ola bilər. Məsələn, deyirəm ki, gələn kimi yemək yedi və yaxud. Burada gələn adlıq haldır. Niyə? Çünki feil sifət qoşma ilə işlənəndə isimləşmiş sayılır və biz onu adlıq hal götürə bilərik. Hansı cümlədəki isimlərin sayını dəqiq demək olur? Qızılı sözünü həm sifət, həm də isim kimi düşünmək olur. Ona görə dəqiq deyə bilmərəm. Zahiri sözünü zahiri görünüşcə, yəni bu leksik şəkilçi olsa, bu sifət, həm də isim, adam adı zahir götürmək olur. Əskəri sözünü, əskəri məzəmmət etməyə başladılar olanda bu isimdir. Əskəri forması olanda, bu leksik şəkilçi olanda sifətdir. Mehriban danışırdı. Bunu zərf kimi də düşünə bilərəm. Mehribanı adam adı düşünsəm, bu isimdə olar.
Sonra amma heyvanı əlinə götürdü. Burada heç bir iki cür düşünüləcəyin bir şey yoxdur. Bu tərəfə də baxmışdıq. Bu qədər. Növbəti izahlarda görüşənə qədər sağ olun, salamat qalın.